Yoş yoş yoş. Yoş yeter. Zarina Elas Arzu xeyr. Mənası həyat. Allah kömək olsun. Xeyr, xəbərim yoxdur, məlumatım yoxdur. Yox. Bilmirəm Arzu nədir. Əleyküm salam, əleyküm salam. Xoş gördük sizləri. Necəsiz ürəklər? Canınız, başınız, keyfiniz, əhvalınız necədir? Bilmirəm. Mənim məlumatım yoxdur. Allah şəfa versin. Kim dedi, nəyə dedi, necə dedi? Şəkiyə də salamlar dostlar. Hər kəs salamlayıram. Birifdə. Birif nədir? Çox sağ ol sevgim, teşekkür ederim. Sən Luç evdə otur, uşağı saxla. Login, sən heç mənə görə narahat olma. Mən işə də gedirəm, efirə də gedirəm, balamın yanına gəlirəm. Sən mənə görə narahat olma, canım gözüm. Mən uşağımın öpməyim, bağrıma basmayayım ki, mən uşağımla əylənməyim ki, nə var, mən başa düşmədim sizi. Sən Luç işi, nə işləmirəm ki? Mən işə də gedirəm, gəlirəm, sağ olsun, xoş gələm xanım, sən axtarın verilişi, Ramal müəllim, minnətdarım, var olsun ki, işlərimi işə düzəldiblər mənə, Allah canlarını sağ eləsin. Nə var? Salam. Mənim heç kimin mənim üstümdə haqqı yoxdur əzizlərim. Ki, məni kimsə haqqı tutsun. Məni kimsə haqqı tutmamışdan qabaq mənim haqqımı kimlərsə tuta bilər əzizim, ürəyim. Allah canını sağ eləsin, Allah kömək olsun. Var olsun. Əleyküm salam. Mənim əsas məsələm ev məsələm idi. Mən ilk ev verilişlərə çıxanda, sizlər məni ilk dəfə tanıyanda, mən oraya heç nə üçün yox, evim üçün müraciət edib çıxmışdım. Başa düşdünüzmü? Yandıran. Gəl ayrıyım. Niyə gücü çatdı elədi, elə bilmədiyini də mən Xoşxanım xanımla kömək istəyirəm. Allah canını sağ eləsin, Allah kömək olsun, Allah balalarını xoşbəxt eləsin. Mən nə etməliyəm ki? Neçə illərlə mən çıxmalıyam hansısa bir verilişə, onun qulpuna düşməli, getməliyəm ki, bunu nə vaxt mənə ev verəcək. Əlinə gələni elədi, eləyə bilməyənlərdir, əlinə gələ bilməyənlərdir, digər kanala çıxmışı kömək istəyəm. Nəyə var ki orada? İstəmirəm desin, nəyə istəmirim ki? İstəyiniyim otur, istəmirsin otur. Kütür istəməm. Uzun yoş. Evet, çöreğin bir laf var işte yemesin. Yoş. Uşağı üstü değil, hava soğukdu. Eğer ne istedi, olsaydı bilərəm. Havası çıktı. Niye var? Bunu sen yersin. Yaş. Başla. Madre. Aşkım bu. Batağa kucağına yat. Canım. Zırnatma. Başka konsept vereceğim. Ekran beğenmesi yüksek olsaydı çevirerdim. Moderatorlama herden yazın oraya zahmet olmasa. Yemeği bu da gidecek. Ofis aldı. Dedeniz değil. 10 dakikayla vermiştim. Sus kasım bir ağzına. Ver. Sus kasım ağzına. Al. Nam. Sif. Ne misin? Pampers oldu. Bak da şimdi ya. Ne demişim ya? Yaxşı eləmisən. Tırnak. Dedim mən.
Şimdi bu ödümüzün içinde bu bunu. Senin çıkma. Ya şöp. Yoş büyüdüm. Ne de kalıyorsun valla? Ne var sana? İstemiyor. Balanı incitme. Sen izin verdiğin balanı aydın. Ne aydın? Uşağı niye belə eləyirsən? Bu yanaçı koy da işeme yandırın onu. Gel görüm. Gel gidiyor anam yanına. Gel koltuğun oldu. Gel. Eyle parmağı. Eyle bilmesin sen. Görüm. Nereye? Amin. Çok sağ ol. Allah sizin balaları da saklasın. Qabil dedi düzdür. Qabil bir dənə çək göydü Allah var. Bir dənə o düzdür. Canlım, ürəyim. Qabil kimdir ki, nə dediyi düz olsun? 3 ildir danışılır o söhbət. 3 ildə yenə gəlib şey eləyirlər. Heç mənim vecimə də deyil. Umurumda da deyil. Qanun var, qayda var. Aparsan, təhvil versən, boynun yoğunun boynuna tutub gətirirlər. Bura git, gəl bura görə. Sənin nə məqsədin var? Kim deyib sənə? Kim tapşırığı verib sənə? Hə? Nə yiyim sən turşuyu qovurma? Boş şeylərdir. Mənə heç maraqlı da deyil. Umurumda da belə deyil. Açacaq inşallah nəğmə. İnşallah. İzləmədə qaldı dostlar. Ekranları bəyənənlər təşəkkür edirəm. Salamlayıram. Hər kəsi yeni gələnlər, hər kəsi salamlayıram. Allah sizləri qorusun. Allah yaxşı insanları qorusun. Dəyərli gözəl xalqımızın nümayəndələrini qorusun. Bizim üçün həyat davam edir. Əleyküm salam İnci xanım. Çox sağ olun. Yaxşıyam. Siz necəsiz? Səslər var. Umurumda belə deyil. Səs var, belə nə olur olsun. Nə olur olsun, mənə heç maraqlı da deyil. Əcəb eləmişəm, yaxşı eləmişəm. Kimə nə dəxlisi var bunun? Qoy davam eləsin, qoy məndən danışsın. Onun reytingi düşəndə məni yada düşürəm. Qoy məndən danışsın, umurumda da deyil. Ayşe, o şey düzelt adyalı. Adyalı verelim. Uşağına koyalım. Değme ha. Koy kurtalama. Hara? O bura. Qoy da belə. O adyalı açtı yerindeydi. Sen niye dağıttın onu? Elə yok. Hay Allah. Dur görüm. Gözüm eləməsəm olmuyor. Özüm gəleyim. Sakit dur ondan. Dur görüm o tarafa git. Uşaq gəldim. Niyə çıxmıram ki Zara? Niyə çıxmıram ki? Ben günah. Niyə çıxmıram? Bəlkə pis iş görmüşəm. Ayşe göz. Bəlkə kimsə anasını tutublar məni. Bəlkə kimsə bacısına tutublar məni. Bəlkə kimsə qızına tutublar məni. Bəlkə kimsə arvadına tutublar məni. Mən görmüşəm. Ay Cəmilə xanım, mənə heç umurumda belə deyil. Mənim vecimə belə deyil. Hiç durmursan hiç dur. Nədir? Ay, harda oturum? Ben burada oturum danışım. Yok. Bax sən orada. Orada durmur. Oo. Göz önünde ola. Ağlayır. Sus sesi kaldı orada. Bismillah çok korkunç. Haydi. Kurban olunca git. Gel kurban olunca. Gel. Gel ana kurban gel. Gel. Haydi ne yapayım? Allah kömək olsun Arsunun. Allah şifasını versin. Gel. Allah can sağlığı versin. O videolar mənə maraqlı deyil. Baxın əzizlər, mən sizə açıqlama verim. Əzizim çox dəyərli. Mənim sevən insanlarım. Bir insan, maşinikin biri, fırıldaqçının biri çıxdı dedi ki, mən sənə ev verirəm. O insan yəqin ki, çoxlarının üzünü görməmişsiniz. Üzünü görsünüz, görəcəksiniz ki, o nə yuvanın quşudur.
Üzündən elə yayılıb onunla bütün şeylər ya. Bunu da sonradan araşdırdıq biz özümüz ki, bunun evi zadı yox imiş. Bu piyanist kalkaşın biriydi. Bomboş kimi yaşır orada o plakanda bu plakanda apardılar bunu Almanya'da psikiyatrik xəstəxanada qeydədə saldılar. Orada da buna 400 manat pensiya verdilər. Alır indiyə qədər. Bəli, Dəniz, mən savadlıyam. Sizlərə baxanda o deməkdir ki, əlində diploma olsun, amma heç bir özünüz lom olasınız. Bəziləri var da diploma alıb, dip sözünü çıxıb loma görə veriblər ona, lom olduğuna görə. Ali savadlıq olmaq üçün oxumaq lazım deyil, həyat təcrübəsi lazımdır. İnsani keyfiyyət təcrübəsi lazımdır. İnsani keyfiyyət mental dəyər lazımdır özünə, hörmət eləmək lazımdır özünə. Anaya, ataya, bacıya, qardaşa hörmət eləməyi necə olur onu göstərmək lazımdır. Çox təəssüflər olsun ki, bir çoxlarında elə şeylər yoxdur. Amma maşallah olsun ki, mən anadan yoxdur. Amma maşallah olsun ki, mən anadan yoxdur. Amma maşallah olsun ki, mən anadan İkincisi, hansı doktor mənə klinikasında sıxınacaq verib? Hansı klinikada sıxınacaq verirlər adama? Haydi. Boş şeylərdir. Siz özünüz də bunu yaxşı bilirsiniz. Ne diyorum sen? Ne Şeylərdir. Siz özünüz də bunu yaxşı bilirsiniz. Ne diyorum sen? Ne istiyorsan baba? Amma əliniz nə gəlir? Mənim umurumda belə deyil. Ne diyorum? Əleykum salam Cabir, siz necəsiz? Ne diyorum ben borç? Gic danışır orada. Baxın da verilişi. Fevral ayının 23-cü 2024-cü illər. Çıxdı bu bəhanələr çıxartdı ordalığa ki, yaxşı mən pis idim, Elçinə verərdi, Sürayəyə verərdi, Arzuya verərdi, Esmiraya verərdi, Ceyrana verərdi, Aslana verərdi. Kiməsə verərdi, ev niyə vermədi? Bacısının evi deyə. Bacısı qayıtdı dedi, o mənim evimizin, nəslimizin üz qarasıdır. Səs yazısı boş şeydir, əzizim. Kimin səs yazısıdır? Kimin səsi çox gəlir orada? Çünki orada ev verilməsin deyənə mənə ev üçün çox gözlər var idi. Hamı qurarışırlar oradan buradan düzdülər, qoşdular, oyun çıxartdılar elədilər ki, bu iş bir nəsə olub. Orada tam başqa şey danışılmışdı. Adəti olmayan söhbəti qoşdu. Nəysə, o söhbət mənə maraqlı deyil. Kimə maraqlısı? Geçsin dəfələrlə telefonla qaleriyasını yükləsin o videonu, dəfələrlə otursun, həzin baxsın. Boş şeylərdir. Kimlərin oyunlarıdır, kim eləmişdi, Allah qızının başına gətirsin, anasının əzizlərinin başına gətirsin. Ya Rəbbim, amin. Bir evə görə kim ki o qurmanı qurdu mənə, heç evdə yox idi, yalancı adamlar, özləri bilə-bilə. Kim ki o senarini qurdular, yaxşı bilirik kimlər qurub. Öz qızını qabağına çıxartsın Allah. Öz qızı da, elə bizi şərəf atmayıb, hər kimdirsə. Öz qızlarından, qız nəvələrindən, nəslindən, bacılarından, anasından görsün inşallah. Vesselam. Fatime Business. Sen Allah boş ver. Ay moderatörler biz ne oldu? Yoxumuz gəlib deyəsən. O da halla gene gəlməyən şeyini deyirlər bura. Mən kim əgər oyunu çıxartsa, Allah onun qızının başına gətirsin, qabağına çıxartsın inşallah. Amin. Allah'ın cömündən dille yetirmən Allah. Allah bir gün eşitər bizim səsimizi inşallah. Görək ya Resulallah. Roman Məmmədov. Yaxşı. Nəzər alarım. Gələcəm evizə. Saçit. Senin başka bir şeyden çok korkmuş. Bunlar necə rola girir valla? Biz rola girməmişik. Hədə gedin işimizlə məşğul olanda Zavir ilə gəlib medal verəcək bura. Bəs sürün də bu qədər yataq maçık olmayın da. Hayır.
Mən qarış eləmirəm ki. Deyəm ki, mənə şəraitimi atmadı, evə görə. Gör biz gedib önce harca oyun çıxar. Belə də yaxşı eləmiş, əcəb eləmişik. Kimə nə istoğu var bunun? Belə əcəb eləmişəm. Əlimin içindən gəl, yaxşı eləmişəm. Ho, kimə nə dəxlisi var? Yəni 200 yanıq qalıb ki, mən sizə toxunmamışam. Və əcəb eləmişəm. Və yaxşı eləmişəm. O. Oy can. Zavrın ələ duzu yoxdur. Geçsin əlinə duz töksün. Ne edeyim? Duz yoxdur. Geçsin əlinə duz töksün. Allah kış sürüyəcəm. Ya qışqa uşaq səslənəcək. Düz deyirsən. Bəli, əlbəttə ki, mən düz deyirəm. Aynen, mən qısa qol könəyindən verdim. Yemək pişdi. Düz deyir də. Onda tutuşdurduqları, onda qarşı eləyiblər də, elə deyil. Açmıyor. Kimdi? Şimdi Beganadır. Geldi. O. Peki evin geçsen bu beğendiniz. Evin geçsin. Eylül böyle yazdım. Sevdim diye de akşam tekrar geçsin. Üçe kalan kamerayla kimdi? Haberim yok da selam. Burada üçüncü binada, üçüncü mertebede. Bir bugün baklar. Ha, yaxşı, yaxşı. Sağ ol, sağ ol. sağ olun. Nədir ki yox? Ev yiyəsinə? Nədir ki yox? Haydi, nə yapayım? Bilirəm, artıq bilirəm. Gəl. Təlçib durma, yemək hazırlayım. Kimi ki yox? Nədir ki? Nədir ki? Nam hazırım ama. Qoy çıxsın ha gözəl, qoy çıxsın, Allah qismət edəcək inşallah. Siz onlara fikir verin. Əlbəttə mən fikir vermirəm. Boş insanlara. Mən niyə fikir verməliyəm ki, əzizlərim? Oy can, qadanım mən. Yox, boşuna görmə. Əleykümə salam, xoş gördük. Necəsiniz dostlar? Şükür, əleykümə salam, məhərrəm vaxtım. Yaxşıyam, siz necəsiniz? Haydi, ölərəm elə can. Bəli, işləyirəm. Bəli, şükür Allaha işləyirəm. Şükür. Haydi, nə olur, haydi. Çətirsən ayrı. Nə şey yox. Şöyle söyleyebilirsen ki şeyden. Nereden bilirsin? Sevdiğin için almışım. Nem.
Aa da işin mi? Hər vaxtın xeyir olsun Ceyhun, hər vaxtın xeyir olsun. Nə bişirirsiniz? Ne bu? Yaş. Ha, senin. Yaş, senin. Anar Məmmədov, bəli. Yemək pişirən vaxtı niyə də yox ki? Biz səhər işə gedirik, axşam evə gəlirik. Nə vaxt pişirməliyik bu yeməyi? Mağazin alanda bunlar qudurublar. Yemək pişirə bilmirlər. Yemək pişirirsən, deyirlər bu vaxt yemək pişirmək olmaz. Mağazin alıb yeyirsən, deyirlər bunlar qudurublar, mağazinə yemək alıb verirlər. Ay, bilmiyorum nə niyə. Ona görə də boş verin, hamısını boş verin, geçsin. Allah saxlamış neçə aylıqdır? Allah saxlamış 3-cü ayın içindədir. John, bütün yanılmıştı bunun. Bütün yanılmışlar da. Yerim ay seni, atı yer ay seni. Atı seni çok iyi yer. Allah saxlasın. Sağ ol, çok sağ ol. Teşekkür ederim. Allah sizin babalara sağ olsun. Kubuş. Aleyküm salam, Kubuş. Ayşe işləyə xeyr. Ayşe de evde olur. Salam. Aleyküm salam, Məxfi, Ayxan. Axşamınız xeyir olsun deyirəm. Uşağı göstərə bilərsiniz, xeyr Kubuş. Ayşe işləyir, xeyr işləmir. Allah verən nə pişirik də, qurban vallahi. Nə pişiririk deyəndə, nə var onunla pişirik, bir tiki yiyib yatacaq da. Ayşe niyə pişirmir? Ayşe pişirir də. Yox, xadimə tutmuşuq yemək pişirmək üçün. O. Her şeye de burunlarını sokullar. Her şeye. Bir özündən danışın evdə. Bir canlı açanda o deməkdir ki, bizə bütün evimizi tökməliyib ortalığa. Niyə açmıram ki, Kərim o? Sən də qoşulma mənim canlıma. Sən mənim canlıma qoşulma, mən də arvadı soruşum, qızı soruşum. Agresif değilim. Prosta agresif ve edici suallar verirsiniz. Küçük suallar. Yemeği niye pişirmiyor? O niye pişirmiyor? Bu vakit yemek pişirmiyorlar. Pişirmiyor mu? Yok neyiniz? Yemek pişirirler. Yemek pişirmiyor. Niye pişirmiyorsunuz? Bakın da elim pul görür. Elim pul görür. Benim elim çok 11 yaşından pul görür. Lale sen hiç narahat olma. Elim pul görür. Dünə necə bir lalə çoxunu şəlləmişim. Sonra agresif siz edirsiniz insanı. Xoşdursunuz ki, siz agresif cavablar verirsiniz. Çünkü evinizde de bütün gün gördüğünüz odur. Nə işləyirsən? Lülə quruduram, Məxfi, lülə. Salam Rələs. Aldım üstündə yazık. Nə işləyirsən? Salam.
Nə lüləsi? Ürəyin nə lüləsi istəyir, şey edirəm, qovururam. Səccad yatıb. Çox sağ olun, siz necəsiz? Yatmağa çalışır daha doğrusu. Çox sağ olun, reis. Təşəkkür edirəm. Var olun, ürəyim. Nadir Qafarov, Hüseyin Əlcan, İlham, buyur. Niko, həmişə üzün gülsün. Nadir, üzünüz gülsün. Hər zaman üzünüz gülsün, əzizlərim. Lüləni hər oğlan quruda bilmir. Sən mənim elə qurudmağımı bax. Dadına baxmısan deyəsən. Əsəb etmə. İlham Akstafalı. Xoşuma gəlmirsə, get topunla oyna. Bəli, Əliyeva düzdür. Salam. Necəsiz, nətərsiz, keyfiniz, əhvalınız, işiniz, gücünüz. İçində paxıllıq olan, bizi həzm eləyə bilməyən, mərdimazarlıq etməyə çalışanlar, burunlarına hər şeyi soxanlar, adəti olmayan suallar verənlərə mən bir gözəl resept hazırlamışam. Bu resepti bu günləri sizə mən deyəcəm. Ya da bir dənə. İnşallah. Bu günləri bir dənə qutu gəlib. Bu kutuda ne var? Bu kutuda həmin sadaladığım kategoriyaları insanlar için güzel bir şey var. Bu kutudaki nedir? Çok maraqlı bir şeydir. Materyal olarak pambıqdır. Xeyr. O elə bir şeydir ki, onu yalnız ağacdan hazırlayırlar. Bu kutunu bize, bizim stüdyomuza, bizim yayımıza kim gönderip? Bunu demək üçün nə etmək lazımdır dostlar? Bura baxın. 25.900. Bunu 50.000'e yaxın eləmək lazımdır. Çok güzel bir şeydir uşaqlar. Çok güzel. Bu kutunun sahibi